Aporunu qırmışdı ya. Maşını vurdular, axşamla mən vurdum. Bəli əziz dostlar, bugünkü vlogumda sizə həftə ərzində başıma gələnləri danışacağam. Deməli, nakladka yeyilib, aporunu yaxşı qırmayıb. Samatarmajina reski təkər maşın çəkdim, sağa saxladım, usta çağırdım, dostum var. Gəldi o təzə nakladka aldı, getdi dəyişdi. Nakladkanı dəyişdim, gəldim, Nərmanov heykəlinin yanında maşının qabağını vurdular. Həmin günün axşamda Ukrayna Krukdan aşağı düşəndə mən maşını vurdum. Peşovodda risk adam çıxdı qabağımdakı maşın qabağına, tormuz verdi. Mənə çatdırıb sağa çəkə bilmədim, arxadan vurdum maşını. Qayla sığortanı gözlədik, gəldilər. Səhər açıldı, gedirəm indi maşın bazarına şpaklevka almağa, kraska almağa, aparacam dostumun yanına, dostum düzəldəcək bu feri. Maşın bazarında anar var dostumuz, boya işinə baxır, hər cürə material var onda. Maşın bazarına girən kimi sağdadır, şovartmanla keçən kimi. Materialları götürdüm, gəldim malyer dostumun yanına, o da çayniklə suyu qaynatdı, tökdü bu feri, arxadan vurdu, çıxartdı. Dostum malyer Əmrahın əlində biraz iş vardı, kömək eləmək istəyirdim, ona biraz özüm belə yaxmaq istədim, o da bu feri pisinə qoydum. Sonra öz gəldi, qəşəng işlədi bu feri, düzəltdi. Bir sloy vurdu, sürtdü, qəşəng bu feri. Bu da ikinci sloydu, bunu da vurdu, sürtdü və bu da nəticədir. Növbəti vlogumda Dayoğlu Arka Pirs olmuşdu, onun üstündə işlər gördürmüş, yolları çəkib paylaşacağım sizinlə.